Salam aziz dostlar. Bir abituriyent yazıb ki, birinci qrupam, idman normativindən qorxum yoxdur. 350-400 bal arası bal toplayıram və Polis Akademiyasına sənədlərimi vermişəm. Yəqin ki, bu balla qəbul olma şansım yoxdur. Əziz abituriyentlər, nə Dövlət İmtahan Mərkəzi, nə də Polis Akademiyası keçid ballarını müəyyən edirlər. Keçid ballarını müəyyən edən yeganə bir qurum var. O da abituriyentlər və onların topladığı ballardır. Yəni sizin bu balla Polis Akademiyasına düşmək şansınız var. Ümidinizi kəsməyin. Amma qəbul olma şansınız daha çox olmasını istəyirsinizsə, çalışın daha yüksək bal toplayın. Keçən ilki və onun əvvəlki ballara, statistikaya baxdığımızda görürük ki, Polis Akademiyasına xüsusilə də birinci qrupdan qəbul olmaq istəyirsinizsə, ən aşağısı 550 üzəri bal toplayın ki, qəbul olma şansınız daha çox olsun.